O boyda lavaş 1 manat 30 qəpik. Hələ bir neçə vaxt bundan qabaq həmin bu lavaşı 1 manata alır. İndi olub 1 manat 30 qəpik. Küçədə o meyvə tərəvəz satan dükanlar var ya, oradan almışdım. Çünki yolurlar da. Yolurlar. Ticareti boğurlar. 5-6 nəfər monopolist istisna olaraq qalanı hamısı boğulur. Kimin cibində vəsiqə var, gəlir vəsiqənin nəticəsində boğur, pul aparır. Elə bir vəziyyətə götürür, çatdırır adamı ki, o da məcburdur bunu qaldırmağa, bu qiymətə satsın da, pes neynəsin? Şəhərdə ümumiyyətlə xəbərimiz var obyektlərdən, restoranlardan, kafelardan, biznesdən, hamısı part-apart bağlanırlar. Xod gedən restoranlar başlayıblar, nə bilim, biznes lunch verməyə. Gülməli məsələdir, vallahi. 5-6 dənə yer istisna olmaqla qalanı hamı uluyur. Hara gedirsən, hara baxırsan, hər yerdə icarəyə verilir. Bax, bugün bazar günüdə mən gəlmişəm işə. 6 bazar ümumiyyətlə. Şəhər adi gündən 5 betər probkadır. Bilirsiniz nəyə görə? Mən deyim də söyleyeyim. Çünki cəmaat hamı çıxıb nəsə eləməyə, hərəkət eləməyə ki, pul qazansın. Köpə olun da Rusiyyəti. Ged orada gör 6 bazar kimisə döylə bayıra çıxartmazsan. İstəyir dünya dağılsın. Hələ bu ölkə 4 ildir, 5 ildir müharibə aparır. Deyir, 6 bazar hamı bir adam kimi otururlar, istirahət edirlər. Bizim yetimlər 6 bazar eşək kimi işləyirlər, düşüblər maşınlarla küçələrə. Kim taksi ilə, nə bilim, kim çeleşqə ilə, kim böyük maşınla. Vəziyyət budur. Sonra da bir də görüb ayrılırlar ki, başa düşdünüz də, bir də ayrılırlar ki, insultlar, infarktlar, hamısı nədəndir? Yorğunçuluqdan, istirahət eləməməkdən. Geç soruş bir dənə bizimkinin ən axırıncı adamdan, gör axırıncı da hara gedib, harada istirahət edir. Bakıdan qırağa çıxa bilir. Hamısı məcburdur ki, neger kimi, eşək kimi, səhərdən axşama ancaq işləsin. Buradan da indi bir dənə yeni söhbət çıxıb ki, haçan ki bizim maaşlarımızdan, hamımızın maaşlarımızdan hansısa məbləğ tutulacaq. Maaş qalxmaqdansa hələ tuta gedirlər, yıxa gedirlər, qıra gedirlər. Nə oldu daim? Baxırsan ətrafa görsən ki, ətrafdakı dövlətlərlə müqayisə eləyəndə nədir bizim maaş? Ən aşağı maaş bizdədir. İllərlə işləyirsən, nə maaş qalxır, nə bir şey. Belə olmaz, axı, biraz insafsız olsun. Bizlərdən də yazıqlardan fikirləşin də ki, bizdə adam var, bizdə yaşamaq istəyir.